Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size hem paket kupçalı hem de mərkəzi kanalizasiyalı 4 otaqlı tam təmirli həyət evimizi təqdim edəcəm inşallah. Zəhmət olmazsa videomuzu sona qədər izləyin ki, evin bütün məlumatlarından xəbərdar olasınız. Evimizin yerləşmə yeri bir balaca bura küləkdir. Ola bilər səsimi düzgün eşitməyəsiniz. Evin daxilinə keçəndən sonra məlumatları sizə təkrar izah edəcəm. Evimizin yerləşmə yeri Zabratdan Üzüm Aşdağaya gedən yoldadır. Araz Market və Barok Mebelin arxa tərəfinə düşür. 3 sot torpaq sahəsində yerdən 8-9 daş kürsüdə tikilib. Evin həyətini görürsünüz. Tamit daşla döşənilib. Padvala girişi var. Çardağa girişi var. Sol tərəfindən ətrafını keçməyə yer saxlanılıb. Həyətində belə bir gözəl manqalxanası da var. Gəlin keçək evin daxilinə. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Mətbəxi, dəhlizi və hamam. Sanitar qovşağı istip oldu. Hamam sanitar qovşağında aksesuarları var. Evin yerləşmə yerini bir daha qeyd edirəm. Zabratdan Üzüm Aşdağaya gedən yolda. Araz Market, Barok Mebelin arxasına düşür. Magistral yolun demək olar ki, tam yaxınlığıdır. Hər tərəfi yaşayış olan yerdə 3 sotun içində 4 otaq, 120 kvadrat, 6 beton, üstü kəmər, hər bir divarı qoşadar. Evimizin qiyməti 123 min manat deyilir. Real müştərilərimiz olsa, təbii ki, qiymətdə də gözəl bir endirim olunacaq. Ev sahibi tərəfindən. Burada bizim qonaq otağımızdır. Qaz, su, işıq, kommunallar var. Sənədi evində torpağında kupçasıdır. Mərkəzi kanalizasiyalı. Qiyməti də 123 min manat. Zəhmət olmasa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı da nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Və qaldı sondakı yataq otağı. Bu da ən sonuncu yataq otağı. Polları laminat kombi xətti də çəkilib. Evlə bağlı nə sualınız olsa buyurun zəng edin, məlumat alın.